günləri Şəddadilər dövlətinin izahına baxacağıq. Şəddadilər kimlər idi? Deməli, əvvəllər Dəbil ətrafında yaşayırdı bu Şəddadilər. 951-ci ildə Salari dövlətinin ordusunda xidmət edən Məhəmməd ibn Şəddad deməli, Dəbil şəhərini ələ keçirib müstəqil Dəbil əmirliyini yaradacaq. Deməli, Dəbil əmirliyi nə vaxt yarandı? 951-ci ildə. Kim yaratdı uşaqlar? Məhəmməd ibn Şəddad yaratdı. Amma dövləti yaradan işi Əli Ləşkər olacaq. Nə vaxt eləyəcək bunu? 971-ci ildə. Və Azərbaycanın şimalında yaranmışdı uşaqlar. Biz dedik ki, Şirvanşahlardır, Şəddadilərdir dövləti. Şimalda yaranıb, Rəvvadi, Saci və Salari isə cənubda yaranmışdı. Fəzli bin Məhəmməd 985-1030-cu illərdə hakimiyyətdə olmuşdur və o itaət göstərməyən xırda feodalları mərkəzi hakimiyyətə tabe etmişdi. Gəncə ətrafındakı bütün xırda feodal mülkləri ləğv etmişdi. Şəddadilərin ata-baba mülkləri olan Dəbili dövlətə birləşdirmişdir. Beyləqanı Şəddadilər dövlətinə birləşdirmişdi. Gəncədə, paytaxt olan Gəncədə öz adına pul kəstirmişdir. Gürcü feodallarına, Xəzərlərə qarşı mübarizə aparmışdır. Baxın, Gürcü feodallarına qarşı mübarizə əslində bu Şirvanşahlar dövləti, Sacilər dövləti, Sacilərdən Yusifi götürərdi, Salarilərdən Mərzaban ibn Məhəmmədi götürərdi ki, onlardan oxşarı təşkil edibdi. Amma Xəzərlərlə mübarizə feodal dövlətlərində bircə dənə Şəddadi dövlətində var. Baxın, bunu yadınızda saxlayın. Xəzərlərdəki Z hərfi ilə Fəzil adında oxşarlıq bunu götürərsiniz ki, bir dənə Xəzərlərlə mübarizə aparan Fəzil ibn Məhəmməd olubdu. Şirvanşahlar dövləti ilə qohumluq əlaqəsi yaradacaq. Tiflis Müsəlman Əmirliyi və Rəvadilər dövləti ilə dostluq ələqəsi yaradacaq. Şirvanşahlar dövləti ilə qohumluq ələqəsi yaradan Fəzli bin Məhəmməddir. Şirvanşahlar dövləti ilə müharibə aparan isə olacaq Əbləsüvar Şavur. Bunu oxşar belə antonim kimi yadınızda saxlaya bilərsiniz. Eyni zamanda Fəzli bin Məhəmməd Xudafərin körpüsünü 1027-ci ildə inşa etdirəcək. Bunda da Azərbaycan şimali ilə cənub arasında iqtisadi mədəni əlaqələrin inkişafında mühüm rol oynayacaqdır. İndi isə gəldik 1030-1034-cü ildə hakimiyyətdə olan Musanın dövründə. Musa bin Fəzil də 1030-cu ildə hakimiyyətdə olan müddətdə Slavyanların Şirvana yürüyüşü olacaqdır. Musa bin Fəzil Beyləqanda qiyam qaldırmış qardaşını mübarizə aparmaq üçün, onda adı Əsküyə idi, qardaşının adı. Onlarla mübarizə aparmaq üçün Slavyanları köməyə çağıracaq. Və o Slavyanlar da gələcək, Beyləqan əhalisinə divan tutacaqdır. Və çoxlu Slavyanlar hədiyyə alaraq geri qayıdacaqlar. Və 11-ci əsrin 30-cu illərdə Vasudanın dövründə Araz çayının şimaldakı Azərbaycan torpaqlarında yeni Oğuz tayfalar məskən salmışdı 1028-ci ildə. Və Şəddadilər dövlətinin hərbi qüdrəti daha da artacaqdır burada. Bizans, Erməni və Gürcülərin Azərbaycanı işğal etmək planları puça çıxacaqdır. Və ikinci Ləşkəri 1034-1049-cu ildə hakimiyyətdə olubdur və Şəddadilər Oğuz türklərlə birlikdə 1037-ci ildə Dəbilə hücum etmiş Bizans erməniləri 1038-də Tiflis Müsəlman Əmirliyinə hücum etmiş Bizans Gürcü qoşunlarını məğlub edəcəklər. Və Qətran Təbrizi ikinci Ləşkərini Aran Şahı adlandırırdı. 1048-ci ildə Səlcuq qoşunu Araz çayından keçərək Şəddadilərlə birlikdə Bizans, Gürcü, Erməni hərbi qüvvələrini məğlub edəcəklər. Əbləsüvar Şavur da 1049-1067-ci ildə hakimiyyətdə olubdur. Onun da hakimiyyətin dövründə Şəddadilər dövləti güclənəcək. İctimai-iqtisadi həyatda, orduda islahatlar keçirəcək. Bir dənə uşaqlar, hərbi islahat, ordu islahatı, hərbi islahat deməkdir. Hərbi islahat keçirən bir dənə feodal dövlətlərində Əbləsüvar Şavura aiddir. Bunu qəşəng yadınızda saxlayın. Və 1054-cü ildə Səlcuq dövləti ilə müqavilə bağlayıb ona tabi olacaqdır. Özdə müqavimətsiz. Biz dedik 1054 həm Şəddadi, həm Rəvadi üçün oxşarlıqdır ki, Səlcuqlara tabi olacaq. O vaxtda da Səlcuq hökmdarı 1-ci Toğrul idi. Əbləsüvar Şavur alanları yürüşündən qorunmaq məqsədi ilə tədbirə görəcək. Nə edəcək? 1062-ci ildə Gəncə şəhərinin ətrafına hasardan xəndək çəkdirəcək. 1063-cü ildə Dəmirçi İbrahim Osmanoğluya Gəncənin qala qapılarını hazırladacaqdır. Və
Daha sonra gəldik sonuncu hökmdar olan 3-cü Fəzlin dövrünə. 1074-1088-ci illərdə hakimiyyətdə olmuşdur. Şəddadilər dövlətinin sonuncu hökmdarı idi. Onun dövründə Səlcuqlar münasibətlər pisləşəcəkdir və Səlcuq hökmdarı 1-ci Məlikşah Şəddadilərin daxili müstəqilliyini özləri üçün təhlükə hesab etdiyi üçün sərkərdəsi Buğanı Gəncəyə göndərəcək və 1088-ci ildə Gəncə də Buğa Gəncəyə gələcək və Şəddadilər dövlətinin varlığına son qoyacaq və Sultan 1-ci Məlikşah Gəncəyə öz əmrini hakim təyin etmiş olacaq. Uşaqlar, gəlin bir dənə dediklərimizi ümumiləşdirək. Biz dedik Dəbil əmirliyi nə vaxt yaranmışdır uşaqlar? Dedik 951-ci ildə. Kim yaratmışdı Dəbil əmirliyini? Deyəcəyik ki, Məhəmməd ibn Şəddad. Və dövlət nə vaxt yaranmışdı? 971-ci ildə. Kim yaratmışdı? Əli Ləşkəri. Paytaxt olacaq Gəncə şəhəri idi uşaqlar. Daha sonra gəldik. Fəzli bin Məhəmməd nə vaxt hakimiyyətdə oldu? 985-1030-cu ildə. Sonra deyəcək ki, Azərbaycanın şimalında Oğuz türklərinin məskunlaşması nə vaxtda təsadüf edir? Bəli, 11-ci əsrin 30-cu illərini götürəcəyi. O vaxtı da hakimiyyətdə kim idi? Musa idi. Bəs Azərbaycanın cənubunda Oğuz ailəsinin məskunlaşmasına icazə verən şəxs kim idi və bunu nə vaxt etdi? Bəli, 1028-ci ildə Vahsudan etmişdi. Daha sonra kim idi ki, Beyləqanı dövlətə tabi edəcək, Dəbil əmirliyini dövlətə tabi eləyəcək, Xırda feodal hakimliyinin müqamətini qıracaq. Bəli, bunları edən Fəzli bin Məhəmmədin dövründə idi. Xudafərin körpüsü nə vaxt inşa olmuşdu? 1027-də Fəzl etmişdi bunu da. Daha sonra dedik ki, dövlətin sonuncu nümayəndəsi kim olacaq? 3-cü Fəzl. Dövlət nə vaxt Səlcuqlar dövlətinə asılı vəziyyətə düşəcək? 1054-cü ildə. Bəs dövlət nə vaxt süqut edəcək? 1088-ci ildə. Bunu kim etmişdi? Səlcuq hökmdarı 1-ci Məlikşah. Uşaqlar, izahımız bu qədər. Ümid edirəm sizlər üçün faydalı oldu.